Mənim yoldaşım səhvlər edir, mən bağışlayıram, dalaşanda günahı məndə görür, amma mən xırda nə səhv edim, onu böyüdür. Təsəvvür edin ki, mən boşanmaq istəyirəm 3 uşaqla. İstər uşaq böyüt, tərbiyə et də, hə? İstər bu sənin yoldaşındır, istər dostundur. Bir insan sənə qarşı səhv bir şey eləyirsə, kobudluq eləyirsə, hə? Sən ona normal reaksiya verirsənsə, tez rahat keçirsənsə, bir cəza heç nə vermirsənsə insana da, yəni ki, bir soyuqluq, bir məsafə, bir uzaqlıq, bir şey sən burada azaltmalısan ki, insan hiss eləsin ki, bu insan mənə qarşı dəyişdi. Bu insanı mən qismən itirdim ya da tam tutalım itirdim. Başa düşdünüz? Bax, mən onu bağışlayıram. Nədir? Siz pis bir hərəkətə, davranışa, neqativ, siz pozitiv reaksiya verirsiniz. Negativa pozitiv reaksiya verəndə sən o negativi gücləndirirsən. Burada siz elə eləyirsiniz ki, hələ bir keçirirsiniz o insan üçün, bağışlayırsınız o insanı. Nə məqsədlə edirsiniz? Əslində özünüzə görə edirsiniz. O insana görə eləmirsiniz. Başınız dinc olsun, uzanmasın bu söz-söhbət. Yaxşıdır, həvs yox. Mən onu bağışlayım, tək ki, mənim üzümə hələ gülsün, tez gülsün üzümə. Ya ona görə eləyirsiniz, ya nə bilim qorxursunuz o insandan, çəkinirsiniz, ya sevdiyinizdən. Bir şeydən eləyirsiniz də bunu. Bir sözlə bunu əslində insan özünə görə eləyir, tez bağışlayır kimisə. Amma sən qısa zamanda vəziyyəti düzəldirsən, amma uzun müddətli olaraq sən pozursan, korlayırsan daha da. Negativ bir şeyə pozitiv reaksiya verəndə sən bunu gücləndirirsən axı. Sən bunu çoxaldırsan. Ona görə negativ reaksiya möhkəmlətmə deyirlər də buna da. Sən bunu möhkəmləndirirsən. Yaxşıyasa yaxşı reaksiya. Valideyn var ki, uşaq gözəl bir şeylər eləyir. Uşaq deyir ki, hə, nə var ki burada, neynədin ki, nə abartırsan. Bildiniz necə heç edir. Uşağın motivasiyası düşür, uşağın həvəsi düşür, neyniyir? Ona görə pozitiva gözəl bir şey, gözəl reaksiya, pis bir şeyə sən uzaqlaşma, azaldırsan, sən diqqəti, qayğını, sevgini, hər şeyi azaldırsan. İnsan hiss eləməlidir səhvini. İnsan səhvini hiss etməsə, niyə türmələr var, niyə nə bilim cəzalar var bu dünyada? Filan şeyin cəzası bu qədərdir, filan şeyin ştrafı bu qədərdir, nə bilim o qədərdir. Hər şeyin öz cəzası var axı. Bir dənə dövlət təsəvvür eləyin, orada cəza verilməsin insanlara. O dövlət, o millət nə vəziyyətdə olardı? Ailə də balaca dövlətdir də. Orada da həmin şey baş verməlidir də. İstər böyük olsun, istər kiçik olsun, ara sıra sənə kobudçuluq, insanlar sənin yaxınındır, əzizindir, əlbəttə eləyən də eləyəcək. Təbiidir də bu. Normaldır bu. Negativ və pozitiv reaksiya verdinsə vəssalam. Sən o momentdə bir şeylər xilas elədin. O moment sən aranı düzəltdin, amma uzun müddətli sən korladın, daha da özünə qarşı sən öz yerini pis elədin, öz yerini narahat elədin. Güc itirir də insan burada. Haqsızlığa qarşı sən yaxşı reaksiya verəndə, pis bir şeyə qarşı, sən gücünü itirirsən, sən dəyərdən düşürsən, sən qiymətdən düşürsən, sən hörmətdən düşürsən. Təbii olaraq sənin üstünə onda çox möhkəm gələcəklər sən bir balaca səhv eləyəndə.